Deməli, Amerikan Universitetində təhsil alıram, University of the People. Bizdə burada assignmentlər verilir yazılmağa, yəni həftəlik. Ev tapşırıqlarıdır ya elmi məqalələrdir falan yazandan sonra sonda reference var. Reference yəni ədəbiyyat siyahısı və ədəbiyyat siyahısını yazanda burada birincisi ədəbiyyat siyahısı əsas mətndən abzası fərqli olmalıdır. Görürsüz, abzas elə bil ki, ikinci sətirdən başlamalıdır və ikinci sətirdən sonraki sətirlər artıq abzasından olmalıdırlar. Yəni birinci sətir qabaqda olmalıdır, ondan sonrakılar abzasından olmalıdırlar. Ancaq əsas mətn birinci abzasdan olmalıdır, adi biz yazdığımız kimi. Sonrakı mətn öz qaydasında olmalıdır. Və mən ikinci özümdən çıxardan ən çox zəhləm gedən şey ədəbiyyat yazanda, reference yazanda baxın, burada müxtəlif mənbələr ola bilər. Mənbələrin forma, yəni mənbənin özündən asılı olaraq, ya kitabdır, ya jurnaldır, ya YouTube videosudur, ya nədirsə, axır mənbənin özündən asılı olaraq burada yazılışlarda hansısa bir hissəsi düz olmalıdır. Hansısa bir hissəsi italik olmalıdır, yəni əyri olmalıdır. Özü italik eləyəndə də hamısını eləmək olmaz. Məsəl üçün rəqəmin bir hissəsini italik eləyə bilərsən, yəni jurnaldırsa, jurnal məqaləsidirsə, jurnal məqaləsində məqalənin adı düz olmalıdır. Jurnalın adı italik olmalıdır. O belə əyri. Özdə hamısı olmalı deyil. Buraxılışın nömrəsi italik olmalıdır. Ancaq jurnalın nömrəsi düz olmalıdır. Və yaxud da ki, kitabdırsa, kitabın adı italik olmalıdır. Ancaq çap yeri, məsəl üçün, çapın mənbəyi düz olmalıdır. Baxın, burada, yəni, misal kimi görsədim, məsəl üçün, Javid's Internal Confliction, bu, deməli, jurnal məqaləsidir. Bizdə, deməli, jurnal məqaləsidirsə, biz bunun öz adını yox, jurnalın adını götürürük və diqqətli olmalıyıq ki, burada jurnalın buraxılış nömrəsinə qədər işarə eləyək və italik eləyək. Yəni, gördüyünüz kimi, belə araşdırmanın üstündə işləyim, yoxsa zeyin üstündə, referensin ədəbiyyat siyahısına yığılmasında, referenslərin abzaslardan düzgün qoyulmasında, onların italik olub, əyri olub, düz olmasında fokuslanmalıyam. Nədən fokuslanmalıyam mən?